Salam. Amerika Birləşmiş Ştatlarının USAID adında bir təşkilatı var. Azərbaycana illərdir 10 milyonlarla dollar dəyərində yardım eləyibdir. Hazırda Tramp hakimiyyəti həmən təşkilatı bağlayır. Azərbaycan hakimiyyəti də baş prokurorluqda bu təşkilatla əməkdaşlıq etmiş, təşkilatdan pul almış, qrantlar almış azərbaycanlı şəxsləri tuturlar. İstintaq başlanılıbdır. Bəziləri tutulur, bəziləri isə istintaqa cəlb olunub, ifadələri alınır. Onlar güya cinayət işlədiblər indiyənə qədər. Əslində cinayət edən şəxslər olub, bəli. Həmən ayrılan pullardan ciblərə endirənlər də olubdur. Lakin onlar cinayət məsuliyyətinə cəlb edilməyiblər. Yetmi-yesiri tuturlar yenə. Azay Quliyev, deputat, qeyri-hökumət təşkilatlarına nəzarət edən, Əf komissiyasının üzvü və sair imkanları olan, arxasında Bəylər Əyyubovlar dayanan Azay Quliyev niyə həbs edilmir, niyə istintaqa cəlb edilmir? Azay müəllim, məhz dəyərli izləyicilər, ekranda da görürsünüz. Əvvəllər mindiyin bu avtomobili sənə USAID verməyibmi? İndi harana soxmusan, harada gizlədirsən o avtomobili? Baş prokurorluq Kamran Əliyev mənə, mənim kimilərinə xaricdə cinayət işi açmaq əvəzinə əsl cinayətkarlar Bakıda oturubdur. QHT işindən niyə kənarda saxlayırsınız Azay Quliyevi? Görün bu Azay Quliyev nə qədər utanmaz, həyasız adamdır ki, əvvəllər, indi mən göstərəcəm, sübutlarla ifşa edəcəm bu yaramazı, bu iki üzlünü, münafiqi ki, USAID-in rəhbər şəxsləri ilə, Amerika vətəndaşları ilə görüşlərini, onlardan pul almalarını, hamısını şəkillərlə görəcəksiniz, faktlarla, memorandum imzalamalarını. İndi isə ATV-yə çıxıb USAID-i, ona avtomobil bağışlayan USAID-i indi əleyhində danışır və Dövlət Təhlükəsizlik Xidməti gözlərini döyür. Onun ATV-də etdiyi çıxışa görə elə xarici kəşfiyyat orqanı ilə, Amerikalı cəsuslarla görüşüb əməkdaşlıq etdiyinə görə özü etiraf edir. Elə buna görə onu istintaqa cəlb etmək lazımdır. Xahiş edirəm, videonu sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. QHT işi ilə bağlı faktları açıram. Əgər baş prokurorluqda dürüst araşdırma varsa, videomda səsləndirilənləri nəzərə alar. Azərbaycan Baş Prokurorluğunda başlanan QHT cinayət işi çərçivəsində aldığım məlumatlarla hakimiyyət mediasının yaydığı informasiyalar tamamilə fərqlidir. Hakimiyyət mediası məsələnin əsl mahiyyətini gizlətməklə cəmiyyətə düzgün informasiya ötürmür. İlk öncə mən, baxın, haqqında danışdığım Azay Quliyevin, həmən avtomobil, USAID-in ona verdiyi avtomobil, az sonra indi onun barəsində məlumatları paylaşacağım. Bax, elə arxasındadır. Və USAID-lə həm memorandum imzalaması Azay Quliyev gülür. O vaxtları çox xoşbəxt, xürrəm idi. Pulları yeyən vaxtları idi. İndi Trump USAID-i bağlayır. Baxın, kör olan gözlərinizi açın, baş prokurorluq. Baxın, bundan artıq sübut var. USAID əgər cinayətkar bir təşkilatı idisə, niyə Azay Quliyev başda otururdu, hamıdan çox pul yeyirdi? Mən digər şəkilləri də sizə göstərirəm indi, dəyərli dostlar. Baxın, bu şəkillərə gözünüz açılsın və baxın, ayrı-ayrı yerlər, ayrı-ayrı şəxslər, ayrı-ayrı şəxslərlə əməkdaşlıq. Baxın, hətta o vaxt Əli Həsənovla birgə yeyirdi. Əli Həsənov getdi hoppalara. Bəs indi bu Azay Quliyev ASTV-də nə danışır? Siyasət kursunda yeni yanaşmaya sərgiləyir və USAID kimi daxili işlərə qarışaraq ölkələrdə ciddi tərəfmə yaratmaq layihəni həyata keçirən qurumların bağlanması həm də onu göstərir ki, doğrudan da Trump administrasiyası ölkələrlə münasibətdə iki tərəfli deməli, əlaqələr üzərində qurmaq istəyir. Ölkələrin daxili işlərinə, suverenliyinə, siyasi müstəqilliyinə qarışma fikri olmayacaq. Ən azı indiki fon bunu demək üçün əsas verir. Təbii gələcəkdə bizim baxacaq bu ehtimallar bu nə qədər özünü doğrulacaq. Bu nə qədər 200'lü adamlar. Dünənə kimi USAID-dən yediklərini gətir onda qaytar da. O baxımdan da əlbəttə ki,
USAID-nin bağlanması və yaxud da bağlandıqdan sonra çox böyük ehtimalla onun bir çox funksiyalar veriləcək Dövlət Departamentinə, bir çox funksiyalar ümumiyyətlə ləğv olunacaqdır. Və yeri gəlmişə mən deyim ki, USAID-nin 60 ölkədə ofisi var, təxminən 40-50 ölkədəki fəaliyyətlər, proqramlar həyata keçirir. 10 mindən yaxında işçisi var. Onun 3də 2-si Amerikadan kənarda. Təsəvvür edin ki, və yeri gəlmişə mən deyim ki, onların da əməkdaşlarının çoxu, biz uzun müddət işləmişik, bilirdik, onların da çoxu məhz təhlükəsizlik orqanlarına tabe olan, yaxud da onların əməkdaşlarıdır. Onun yaxında işçisi var. Onun 3də 2-si Amerikadan kənarda. Təsəvvür edin ki, və yeri gəlmişə mən deyim ki, onların da əməkdaşlarının çoxu, biz uzun müddət işləmişik, bilirdik, onların da çoxu məhz təhlükəsizlik orqanlarına tabe olan, yaxud da onların əməkdaşlarıdır. Özü etiraf edir ki, bu adam Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik orqanlarına, yəni DTX-sına, xüsusi kəşfiyyatına çalışan adamlar olubdur və Azay Quliyev bildirir ki, biz onlarla işləmişik. Bundan artıq böyük etiraf olar. DTX niyə tutmursan Azay Quliyevin qalstukundan dartmırsan özün tərəfə? Niyə sorğu-suala çəkmirsən onu? Niyə həbs etmirsən? Sən xarici kəşfiyyat orqanlarına çalışan şəxslərlə əməkdaşlıq edib onlardan pul almısan? O gəzdiyin, sürdüyün avtomobili gətir qaytar. Danışacağıq indi dəyərli dostlar. Onların bu dəfə bir şey siz çıxışda qeyd etdiniz o yardımların Nəcib necə də məqsədlərə xidmət etməsi. Təmənnasız. Tamam, doğrudan da bu əgər olursa, bu Nəcibdirsə və bu doğrudan təmənnasızsa bunu biz qəbul edirik. Amma biz çox gözəl bir Azərbaycan öz timsalına yəqin ki, bundan bağlı biz əlavə vaxtımız olacaq danışacağıq. Bu yardımların %99-u sırf bu yardımların nə qədərini yeyib də Azay Quliyev. Onlardan danış. Azay Quliyev. Kimləri güdazav edirsiniz? İndi sizə elə məlumatlar bölüşəcəm, dəyərli dostlar. Bilməyənlər üçün bildirim ki, Azərbaycan hakimiyyəti bir neçə aydır ki, müstəqil qeyri-hökumət təşkilatlarının həbsinə start veribdir. Artıq 5 nəfər QHT nümayəndəsi güya Amerikanın bir sıra xarici fondlarından qanunsuz maliyyə almaqda günahlandırılıblar. Hazırda ABŞ-ın, USAID, German Marshall Fondunun qrant alan, Azərbaycanın MG Consulting adlanan şirkəti ilə əməkdaşlıq edən QHT-ləri baş prokurorluğa dəvət edib sorğu-sual aparırlar. Əldə etdiyim məlumatlara görə 40-dan çox QHT sədri və baş prokurorluğun istintaq idarəsinə çağırılıb və onların ölkədən çıxışına qadağa qoyulubdur. Bəzilərindən isə yaşadığı yeri tərk etməmək barədə iltizam alınıbdır. Baş prokurorluğa çağırılanlar arasında xeyli vaxtdır tanıdığım və qanuni əsaslarla USAID ilə əməkdaşlıq etmiş QHT sədri də var ki, ondan bəzi məsələləri öyrənmək istədim. İstintaq getdiyi üçün tam detalları açmaq istəməsə də, onu narahat edən məsələləri bildirdi. Saatlarla davam edən sorğu-sual zamanı aldığı qrantın necə xərclədiyi, hansı fəaliyyətləri həyata keçirdiyi öyrənib, bəzi sənədləri tələb ediblər ondan. Ondan iltizam alıblar ki, yenidən çağırılacaqsan. QHT sədri bildirir ki, rəhbəri olduğu həmin QHT 2014, 15, 16-cı illərdə USAID ilə birgə bir neçə dəfə əməkdaşlıq edib, qrant layihəsi alıb. Bizə baş prokurorluq əməkdaşları quldur kimi yanaşırlar. Mənə dediklərini sizə deyirəm, dəyərli dostlar. Amma Fuad Ələsgərovun şəbəkəsi olan bəzi hüquqşünas QHT-lərin qarşısında dizləri əsir. Həmən o baş prokurorluğun işçilərinin. Ancaq sözləri bizə keçir. Kimin adamı varsa ondan izahat alıb dərhal yola salırlar. Kimin adamı yoxdursa onu get-gələ salırlar. O bildirir ki, həm özü, həm də digər həmkarları deputat Azay Quliyevin sədri olduğu Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təqdimatı əsasında qrant alıblar. Yəni, dövlət razılıq verib, bunlar da qrant alıblar. Azay Quliyev o zaman USAID rəhbəri ilə memorandum imzalamışdı. Mən şəkillərini göstərdim, dəyərli dostlar. Bax, bir də baxa bilərsiniz. Bunların hamısı Azay Quliyevin məharətləridir. Dünən kimi dostuydu, pul alırdı, yeyirdi, indi isə düşmən olubdu, bəs Azərbaycanı gözü götürməyənlərdir. SEDA adlanan layihə çərçivəsində Azay Quliyevin özünə məxsus Sosial Tərəqqi İctimai Birliyi də $800.000 yaxın qrant əldə edə bilmişdi. Diqqətlə qulaq asın. Baş prokurorluqda əgər vicdan varsa,
və işə doğru düzgün baxırsa, bunları nəzərə alsın. Bunlar faktlardır, sənədlərdir. Tutun Azay Quliyevin qulağından, onun adamlarının qulağından sənədləri gətirsin. Və yaxud da ki, bəlkə də gətiribdir, sadəcə Kamran Əliyevin gözü kör olubdur, bunları görmək istəmir. SEDA adlanan layihə çərçivəsində Azay Quliyevin özünə məxsus Sosial Tərəqqi İctimai Birliyi də 800 min dollara yaxın qrant əldə edə bilmişdi. Sübut üçün bəzi fotoları da sizə təqdim etdim və faktları da görürsünüz. QHT sədri bildirir ki, USAID hətta Azay Quliyevə 2014-2015-ci illərdə maşın da hədiyyə etmişdi. Daha dəqiq desəm, 99, bax başının seriya nömrəsini də deyirəm, 99 AA 671 nömrəsi olan qara rəngli Ford Explorer. Ekranda görürsünüzmü bunu, dəyərli dostlar? Göstərim. Bax bu avtomobil. Ford Explorer avtomobili hədiyyə verildi. Azay Quliyev elə tülkü adamdır ki, USAID-lə bağlı məsələlər ifşa olunarkən bəlkə də o maşını indi yandırıbdır, satıbdır, harasa soxubdur, ondan xəbərim yoxdur. Amma 2014-15-ci illərdə məhz bu maşını ona hədiyyə edilmişdi. DTX istəsə həmin nömrə ilə avtomobilin həqiqətən də onda olub-olmamasını araşdıra bilər. Təbii ki, istəsə. Avtomobilin fotolarını da təqdim etdim sizə, dəyərli dostlar. Mən bu barədə prokurorluqda mənə yazan həmən deməli QHT sədri bildirir ki, bu barədə prokurorluqda bu haqda da danışmağa çalışıbdı, amma ağzının üstündən vurublar. Azay Quliyev 800 min dollar tək öz təşkilatından qrant alıbdı, hədiyyələr alıbdı. Hətta mətbuatdan çıxarışlar da prokurorluğa verilibdi, lakin baxan olmayıbdı. Prokuror isə cavab veribdi ki, o şəxs Azay Quliyev və onun adamı toxunulmazdır. Biz bu barədə bir şey deyə bilmirik. Bizə kim sifariş olunursa, onu tuturuq, onu istintaqa cəlb edirik. QHT sədri etiraz edir ki, necə olur ki, ABŞ təşkilatlarından milyonlarla qrant alana, hədiyyə maşın alana heç bir cəza kəsilmir. Digər yetimlərə isə bir neçə min dollar maliyyə qrant aldığı üçün həbs olunurlar, istintaqa cəlb olunurlar. Azad Söz kanalı olaraq məsələni bir qədər də özüm araşdırdım. Media axtarışlarımdan sonra ortaya çıxardım ki, Azay Quliyev həqiqətən də USAID-lə nəinki əməkdaşlıq edibdi, görüşlər keçiribdi, konkret memorandumlar imzalayıbdı. Hətta Amerika Birləşmiş Ştatlarının özünün dediklərini də baxın sizə də göstərdim ki, Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları ilə, həmən əməkdaşlarla, cəsuslarla danışıbdı. Azərbaycanı neçəyə satmısan Azay Quliyev, amma buna baş prokurorluqda məhəl qoyan yoxdur. Azı 2 dəfə USAID-lə əməkdaşlıq memorandumu imzalayıbdır Azay Quliyev. Media araşdırmalarından da görünür ki, Azay Quliyev müxtəlif vaxtlarda USAID-in Azərbaycandakı ofisinin direktoru olmuş, Robert Lopezlə, Brooke Ayşam və sonralar Jay Singley ilə səmimi görüşlər keçirmişdir. Digər vaxtlarda isə USAID-in Amerika ofisindən gəlmiş nümayəndələri Larry Garberin və Michael Henninglə də görüşübdür. Mən şəkillərini sizə göstərdim, dəyərli dostlar. Baxın, Azay Quliyevin bu görüşləri niyə Azay Quliyevə dəyib dolaşan yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, Azay Quliyev toxunulmazdır. Bəs onu kim qoruyur? Görünür, həmin vaxtlar Azay Quliyevin bir əli Bəylər Əyyubovun, digər əli isə USAID-in cibində olubdur. Onu da öyrəndim ki, Azay Quliyevi bir zamanlar Ramiz Mehdiyev, Əli Həsənov və Fuad Ələsgərov qoruyurmuş. Hazırda isə onun qoruyucu mələyi Bəylər Əyyubovdur. Hətta Azay Quliyev və deputat Məlahat İbrahim qızının Bəylər Əyyubov tərəfindən himayə olunan bir neçə biznes sahəsi də mövcuddur. Sonraki videolarımda bunları sizin diqqətinizə çatdıracağım. Yeyirlər, talayırlar Azərbaycanı, günahsız insanlar tuturlar, amma bunlar toxunulmazdılar. Bu ayrı mövzudur. O faktları araşdırım, təqdim edəcəm. O ki qaldı USAID məsələsinə, görünür Azay Quliyev aldığı külli miqdarda qrantlardan Bəylər Əyyubova da pay verib bəlkə də. Ona görə də nə qədər qrant alsın, o məsuliyyətə cəlb olunmur. Deməyin ki, Bəylər Əyyubovun nə vecinədir, nə işinə qalıbdır ki, o qrantların alınmış pullardan ona da pay çatsın. Bəylər Əyyubov
Prezidentin təhlükəsizlik xidmətində rüşvət, bardaq yaratmış adamdır. Rüşvətlə adamları işə götürən adam, 50 min, 100 min, 150 minə ehtiyac olan adam niyə 200 minə, 500 minə qrant pullarına ehtiyacı olmasın ki? Mən faktları, sübutları göstərdim, hər şey ortadadır. Lakin bundan sonra Kamran Əliyev əlini vicdanına qoysun, onda vicdan varsa, bizə qarşı açılmış cinayət işləri dayandırıb, bax, mənim ifşa etdiyim bu cinayətkarları tutmuş olsun.